122 bin manata 4 sotun içində 4 otaqlı belə bir geniş ev. Dəyərli izləyicilər, bu gün sizlərə Maçlar qəsəbəsində kəndin mərkəzinə yaxın, parkın yaxınlığında 4 sotun içində belə bir evlə tanış edirəm. Hal-hazırda həyətyanı sahəsində belə bir geniş, böyük həyəti var. Həyətin bu hissəsində boş torpaqlı sahəsidir, əkin üçün boş saxlanılıb. Burada dekorativ ağaclardır, güllər də belə əkilib. Kommunallar hamısı daimidir. Ev özü də təmirli evdir. Həm mətbəx tərəfdən keçid var evə, daha doğrusu həm də bu hissədən. Altı hissə sizdəki hazır belə geniş padvaldır. Adam boyu, rahatlıqla gezmək olur altında. Buradan da belə bir kombixanası və padval da mövcuddur. Hal-hazırda kombisi işləyir. Darvazası da böyükdür. Rahatlıqla bir neçə maşını həyətdə saxlamaq mümkündür. Qalxıram indi evin otaqları ilə sizi tanış eləməyə. Bura deməli giriş hissəsidir və gördüyünüz kimi ön hissəsi belə bir geniş plaşatkadan ibarətdir. Daxil olaq evin içərisinə. Deməli bura həm qonaq otağı, həm giriş hissəsidir evin. Burada bu hissədə yerləşir sanitar qovşaq və hamam otağı. Burada belə bir yataq otağıdır böyük. Bu hissədə belə bir digər kiçik olan yataq otağıdır. Ev özü deməli köhnə evlərdəndir. Təmiri təzədir amma dəyərli izləyicilər. Burada isə digər sonuncu bir yataq otağıdır. Yəni divarın qalınlığına fikir versəniz, yəni bu ev təzə evlərdə deyil, köhnə evdir, amma təmiri görünür ki, full təmirdir. İstəyirsən də kombinə müştəklər və mətbəx olan hissə, dəyərli izləyicilər. Pol hissəsində mətbəxin isti poldur. Belə bir geniş, böyük mətbəxi var. Dediyim kimi, yerləşmə Maçdağda, parkın düz yaxınlığında, mərkəzə yaxın, marşrut xətləri, məktəb, bağça, poliklinika, ticari obyektlər hamısı evə yaxındır dəyərli izləyicilər. Qiymətdə hal-hazırda endirimdədir. Gördüyünüz bu evin qiyməti 122 bin manata deyilir. Sənəddə paket kupçadır. Evin də torpağının çıxarışı xüsusi mülkiyyəti. Əlaqə nömrəmiz aşağıda və bios hissəsində mövcuddur. Əgər siz də öz evinizi satırsınızsa bizlə əlaqə saxlayın. Tam təmənnası şəkildə gələk evin çəkilişini edək.